Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Hədəfin canlı efirində xoş gördük sizləri. İsveçrədə Amerika Birləşmiş Ştatları ilə İran arasında baş tutan görüşdən sonra hökm sürən nisbi sakitlik tərəflərin nikbi bəyanatlarına baxmayaraq dünyanı hələ də bir çox suallar düşündürür. Həqiqətən bu görüşdən sonra və imzalanan memorandumdan sonra tərəflər uzun müddətli razılaşmaya nail ola biləcəklər, sülhə nail ola biləcəklər. Yəni bu memorandum siyasi strateji yol xəritəsidir, yoxsa növbəti qarşıdurmanın alınması üçün taktiki bir fasilədir. Bax, bütün bunlar müzakirə olunan məsələlərdəndir. Eyni zamanda əlbəttə ki, tərəflər bu memorandumla, xüsusilə də görüşdən sonra öhdəliklər götürüblər ki, bunları nə dərəcədə yerinə yetirməyə hazırdırlar. Ümumiyyətlə, öhdəliklər nədən ibarətdir? Müzakirə edəcək, diqqətiniz bizdə olsun, qonaqlarımızı sizə təqdim edirəm. Bugünkü qonaqlarımız Milli Məclisin deputatı Sevil xanım Mikayılova. Xoş gəlmişsiniz Sevil xanım. Milli Məclisin digər üzvü Elçin Mirzəbəyli. Xoş gəlmişsiniz. Elçin müəllim, sizə salamlayıram. Xoş gördük və digər qonağımız politoloq Sahil İskəndərli də bizimlə bərabərdir. Xoş gəlmişsiniz. Və Sevil xanım, təbii ki, suallar çoxdur. Dünya bu mövzunu müzakirə edir. Hələ də inanmaq mümkün deyil ki, tərəflərin imzalandığı memorandum böyük bir sülhə aparacaq, yoxsa yox. Ümumiyyətlə, İsveçrə görüşünün nəticələrini necə qiymətləndirmək olar? Bu, Amerika Birləşmiş Ştatlarının regionda yeni bir idarəçilik modelinin başlanğıcıdır, idarəçilik mərhələsinin başlanğıcıdır, yoxsa bu böyük bir qarşıdurmanın qarşısını almaq üçün, toqquşmanın qarşısını almaq üçün müvəqqəti, taktiki bir fasilədir? Bu tamamilə yeni bir başlanğıcdır. Çünki 79-cu ildən bildiyiniz kimi İran İslam inqilabı baş verdikdən sonra həqiqətən də əgər biz baxsaq, burada ümumilikdə tərəflər arasında düşmənçiliyin dinamik olaraq artdığı və ən pik nöqtəsinə çatdığını əminliklə söyləyə bilərik. Və biz əgər fikir versək, bundan əvvəl əgər tərəflər arasında təmasların olması, yəni birbaşa təmasların olması mümkün deyilsə, amma İran tərəfi artıq bu təmaslara gedir. Yəni İran tərəfi də buna, belə deyək ki, Birləşmiş Ştatlar və İran tərəfi arasında bu cür birbaşa təmasların baş tutmasına etiraz etmirlər. Bu müsbət bir tərəfidir, bəli, məsələnin. Amma nə qədər effektivdir və nə qədər nəticəlidir? Düşünürəm ki, bunun ətrafında daha çox fokuslanmaq düzgün olardı. Bəli, Cenevre danışıqları baş tutdu. Bu danışıqların nəticəsindən çox şey gözləməliyikmi? Hələlik yox. Çünki hələlik onlar başlanğıc səviyyəsindədirlər və belə deyək ki, tərəflər hələ müəyyənləşdirirlər bir-birlərinin mövqeylərini. Məsələn, uzun illər əsas sual yaradan və əsas tərəfləri biri-biri ilə düşmənçilik həddinə gətirib çıxaran məsələ nüvə proqramı ətrafındaydı. Və İran dünyada yeganə ölkədir ki, sülh məqsədləri ilə uranı 60%-ə qədər saflaşdıra bilibdir. Və Birləşmiş Ştatlar da bunu qlobal təhlükəsizlik üçün təhdid kimi görür, yaxın şərdəki tərəfdaşları üçün təhdid kimi görür və bildirir ki, bu nüvə proqramına İran son qoymalıdır və o sülh məqsədli deyil. Və danışıqların müsbət bir nəticəsi kimi qəbul edə bilərdik ki, nəhayətdə, yəni bundan əvvəl də Grossin səfərləri olmuşdu İrana, amma bundan sonra razılaşma pozuldu və Grossin fəaliyyətində İran tərəfi artıq qəbul etməməyə başladı. Baxmayaraq ki, orada negativ bir mövqedə yox idi. Və indiki halda isə Trump söylüyor ki, İran icazə verir. Onun nüvə proqramının yoxlanışına, yəni sahələrə Grossinin, yəni Beynəlxalq Atom Agentliyi, belə deyək, MAGATE-nin orada iştirakçılığına, monitorinq aparmasına icazə verir. Amma İran tərəfidir ki, biz bununla bağlı hələ heç bir razılaşma əldə etməmişik. İkinci məsələ Hörmüzlə bağlıdır. Hörmüzlə bağlı da eyni şəkildə Birləşmiş Ştatlar bir mövqe səsləndirir, İran isə tamamilə başqa bir mövqe səsləndirir. Yəni ona görə də bəli, sizin az əvvəl söylədiyiniz o skeptisizm ki, bu danışıqlar fasilə xarakteri daşıyır və yaxud da ki, yeni səhifədir. Bəli, bu suallar yaradır. Amma mən düşünürəm ki, istənilən halda biz bunu yeni səhifə kimi dəyərləndirə bilərik. Çünki biz əgər baxsaq, tarix baxımından İran-İraq arasında müharibə olmuşdu. Amma
Bu müharibə xaricində 2025-ci ildəki 12 günlük hücumlar və 2026-cı ildəki qısa müddətli müharibədən başqa, yəni belə bir birbaşa tərəflər arasında ixtilaflı müharibə şəraiti olmamış. Yəni bunu söyləmək lazımdır ki, bu çox ağır bir səhifə idi ümumilikdə və əlbəttə ki, başqa bir məsələ, indi bu danışıqlar prosesi irəliyə gedəcəkmi, burada nə qədər optimizmə yüklənmək lazımdır. Artıq Birləşmiş Ştatlarda bir siyasi mövqe də formalaşıbdır. Xüsusilə biz artıq burada belə deyək, partiyaya söykənməyən, yəni demokratlara və yaxud da ki, respublikaçılara söykənməyən bir mövqenin formalaşdığını görür. Ən azı Konqresin qəbul etdiyi son akta görə. Çünki 4 respublikaçı bir mənalı şəkildə öz partiyasının rəhbərinə, seçdikləri prezidentlərinə, Trumpa belə deyək ki, sədaqət nümayiş etdirməyibdir və aktı dəstəkləyiblər. Bu həqiqətən də çox maraqlı bir gəlişmədir. Çünki hələ hərbi əməliyyatlar başlayanda Konqresdə müzakirələr gedir. Müharibənin əleyhinə olduqlarını açıq şəkildə bildiriblər. Bloklaya bilmişlər. Yəni bunun mahiyyəti də ondan ibarətdir ki, bu aktın Trumpa icazə almadan Konqresdən İranla bağlı hansısa bir əməliyyatlar aparmağa bir mənalı şəkildə icazə verilmir. Yəni bu hüquqi sənəddə artıq masanın üzərində olan. Trump çox narazıdır. O Truth Social səhifəsində çox şiddətli tənqid edib. O söyləyib ki, o Amerika üçün çalışır, o yaxın şərq üçün çalışır, hətta İran üçün çalışır. Amma Konqresdə isə bunu başa düşməyiblər və bu sənədi yersiz və mənasız və belə adlandırıbdır. Və əlbəttə ki, yəni məsələdə bu belə deyək ki, əslində fikir ayrılığıdırmı? Mən düşünürəm ki, bir analitik düşüncə ilə yanaşsa, xeyr, bu fikir ayrılığı deyil. Bu sadəcə olaraq stoplayıcı bir elementlərdir ümumi prosesdə. Yəni, proses ondan ibarətdir ki, bu artıq buraxılıb. Bəli, biz sabah nə baş verəcək onu əlbəttə əminliklə bugün söyləyə bilmərik. Amma bugünün vəziyyətinə görə tərəflər danışıqları irəliyə aparmaq istəyirlər. Çünki əgər görüş davam edirsə, Pakistan burada mediator kimi çıxış edirsə, yəni bu da Birləşmiş Ştatlar tərəfindən bir jest kimi qəbul oluna bilər ki, o İranın yaxın müttəfiqini mediator kimi dəvət edibdir. Düzdür, Pakistan və Birləşmiş Ştatlar arasında münasibətlər də kifayət qədər pozitivdir. Amma yenə də, yəni Pakistanın mediatorluğundan ilk əvvəllərdə Pakistanın ərazisindən istifadə etmişlər görüşlər üçün və indi isə artıq Avropa ərazisinə daşınır və düşünürəm ki, artıq belə deyək ki, ümumi danışıqlarda bir etimad formalaşıbdır ki, bu danışıqları hansısa bir nöqtədən irəliyə aparmaq mümkün olacaqdır. Bəli, çox ağır keçir, bunu da söyləmək lazımdır. Kifayət qədər həssasdır, istənilən anda qırıla bilər. Danışıqlar prosesinə, belə deyək, əgər siyasi komponentlər baxımından baxsaq, hər iki tərəfdə söylədiyimiz kimi də hətta siyasi partiyaların arasında belə ixtilaflı bir münasibət formalaşıbdır. Yəni biz bunu İran daxilində də heç də bu danışıqlara müsbət yanaşmayan qüvvələrin olduğunu deməliyik. Yəni burada Sepahın birbaşa çəkmək olar. Yəni ona görə də həqiqətən də çox müxtəlif bir, mürəkkəb bir belə situasiyada baş verir, danışıqları aparırlar. Amma bu vacibdirmi? Vacibdir və düşünürəm ki, bugünkü iqtisadi çökmə İranda bunu yəni artıq bir mənalı şəkildə qəbul olunur. Birləşmiş Ştatların özünün yaxın şərqdəki siyasətin iflasa uğradığı bir dönəmdə bu çox vacibdir hər iki tərəf üçün. Burada müzakirə olunan məsələlərdən biri də Livanın da bu danışıqlar prosesində iştirakı, proksi qüvvələrin, Hizbullahın təsiri nə dərəcədə mümkün olacaq? İsrailin özünün burada müəyyən narazıçılıqları var, amma elə ilkin olaraq memoranduma yanaşma necədir? Amerika Birləşmiş Ştatlarının maraqları daha çox nüvə proqramıdır, regional idarə etmədə maraqları var, yoxsa Hörmüzün açılmasında maraqlıydı. İndi biz daha çox maraqlar kompleksdir və qənaətimə görə memorandum mahiyyət etibarilə sülh anlaşması deyil. Bu sadəcə olaraq müəyyən bir çərçivənin formalaşmasıdır və faktiki olaraq 60 günlük atəşkəsdən burada söhbət gedir. Qənaətimə görə biz əgər son olaraq əldə olunan nəticələrə diqqət yetirsək, xüsusilə də işçi qruplarının yaradılması ilə bağlı əslində prosesin daha uzun müddətli olduğunu düşünə bilərik. Çünki hər 4 istiqamətdə, yəni işçi qruplarının yaradıldığı bütün istiqamətlərdə konkret olaraq hələlik ortaq razılaşmanın əldə olunmasından söhbət gedə bilməz. Tərəflərin verdikləri və ya açıq mənbələrdəki məlumatlara əsaslansaq, o zaman indiki şəraitdə sadəcə
ortaq maraqların razılaşdırılması istiqamətində prosesin davam etdiyini söyləmək mümkündür. Məsələn, sanksiyaların aradan qaldırılması ilə bağlı və İrana məxsus olan dondurulmuş vəsaitlərin qaytarılması məsələsində Birləşmiş Ştatların yanaşmasında həmin o vəsaitlərin yalnız Amerika Birləşmiş Ştatlarından avadanlıqların və digər məhsulların alınmasına yönəldiləcəyi bildirilir. İran isə buna fərqli bir kontekstdən yanaşır, fərqli bir mövqe sərgiləyir. Nüvə proqramı ilə bağlı hörmətli Sevil xanım məsələyə aydınlıq gətirdi. Burada da eyni mənada MAQATE-nin ekspertlərinin daxil olacağı ilə bağlı İranın mövqeyi ilə Amerika Birləşmiş Ştatlarının mövqeyi arasında kifayət qədər ciddi fərqlər var. Eyni yanaşma tərzi Hörmüzlə bağlı məqamlarda da qeyd olunmaqdadır. Biz son olaraq İran rəsmilərinin verdiyi açıqlamalardan da görürük ki, Hörmüzlə bağlı dələ yekun bir nəticə əldə olunmayıb. Çünki yanaşmada bir-birini təksib edən iki məqam var idi. Mühüm məqam bunlardan biri ondan ibarət idi ki, Hörmüz heç zaman əvvəlkidək idarə olunmayacaq. Bu münaqişə qədər olan zaman kəsi idi. Daha sonrası bunun ardınca isə bəyan edilir ki, beynəlxalq hüquq normalarına uyğun olaraq deməli Hörmüzün idarə olunması prinsipi irəli sürüləcək. Yəni faktiki bunlar bir-birinə zidd olan anlayışlardır. Çox üzr istəyirəm. Bax, indi ən son məlumatlar onu deyir ki, Fars agentliyi məlumat yayıb. İran silahlı qüvvələri Hörmüz boğazını açıb, lakin hər gün oradan məhdud sayda gəmi keçəcək və bildirilib ki, akvatoriyadan keçid üçün verilən icazələrin sayı hər gün şəraitdən asılı olaraq dəyişəcək. Yəni əslində bunun özü də faktiki olaraq həm enerji bazarına baskı anlamına gəlir. Yəni əgər proses belə davam eləyəcəksə, bu o deməkdir ki, əgər həqiqətən də İran Hörmüz üzərində tam nəzarəti ələ keçirəcəksə, faktiki olaraq bu enerji bazarında qiymətlərin tənzimlənməsi prosesinin özünə belə İranın nəzarət edə biləcəyi anlayışını ortaya çıxır. Bəlli olduğu kimi kifayət qədər ciddi bir həm neft daşınır, həm sıxılmış qaz daşınır Hörmüz boğazından. Baxımdan bu yanaşmanın özündə də ziddiyyətlər var. Əgər hüquqi müstəvidən yanaşsaq məsələyə, təbii ki, beynəlxalq hüququn mövcud durumu hər kəsə bəllidir, amma yenə də təbii bir körfəzdir bu və açıq dənizlərə çıxışı olan körfəzdir və burada hər kəsin dənizçilik məqsədi ilə, gəmiçilik məqsədi ilə sərbəst şəkildə hərəkət etmək imkanı var. Yəni hüquqi müstəvidə, beynəlxalq hüquq müstəvisində, beynəlxalq dəniz konvensiyasına uyğun olaraq İranın hər hansı bir formada hərbi təzyiqlər göstərmək kimi bir hüququ yoxdur. Amma hüququn işləmədiyi bir zaman kəsiyində yaşayırıq və bəlli olduğu kimi, əgər proses belə davam eləyəcəksə, olduğu kimi, göründüyü kimi, təbii ki, Hörmüzlə bağlı problemin həlli istiqamətində elə kifayət qədər ciddi müzakirələrin aparılması qənaətimə görə mümkündür. Bu baxımdan indiki şəraitdə hələlik vəziyyətin sadəcə pat vəziyyəti olduğunu söyləmək mümkün. Yəni konkret olaraq nəticə yoxdur. Heç bir tərəf diplomatik üstünlük əldə etməyib. Hələlik ciddi diplomatik üstünlüklərdən söhbət gedə bilməz. Məsələnin mahiyyəti nədən ibarətdir? Nə qədər ki, ortalıqda yekun razılaşma yoxdur konkret məsələ üzrə. Hansı üstünlükdən söhbət edə bilməz. Danışıqlar prosesində kiminsə hansısa bəyanat verməsi və ya fikir səsləndirilməsi, kimisə özünü güclü və ya zəif göstərməsi hələ nəticə yönlü bir addımın atılması anlamına gəlmir. Yekun sənəd imzalanmış sənəddir və nəticə etibarilə 4 işçi qrupunun fəaliyyəti nəticəsində ortaya çıxacaq sənəd əgər imzalanarsa, o zaman kimin masada diplomatik üstünlük əldə etdiyini söyləmək mümkün olacaq. Yəni hələ də böyük sülhə, sülh sazişinə yanaşma skeptikdir. Təbii ki. Və ola bilsin ki, hansısa bir mərhələdə həm Amerika Birləşmiş Ştatları ilə İran arasındakı yaranmış vəziyyətdə və yaxud bölgədə, prosesdə maraqlı olmayan digər qüvvələr tərəfdən atəşkəsin pozulması da və yaxud hansı təxribatların həyata keçirilməsi ehtimalı qalır. Və hər halda memorandumun imzalanmasından sonra xüsusilə də İsveçrə görüşünün nəticələrinin əsas istiqamətinin Hörmüz boğazı ilə də bağlı olduğunu deyənlər var. Çünki kritik bir durum yaranmışdı. İqtisadi tərəfdən xüsusilə də Hörmüz boğazının bağlanılması həqiqətən də iqtisadi problemlərin daha da böhranlı vəziyyətə gətirib çıxarılmasına səbəb yaratmışdı və Sahil müəllimdən xahiş edəcəm monitorun önünə gəlsin, xəritəmizdə təqdim edək. Hal-hazırda ümumiyyətlə Hörmüz boğazında
İsveçrə görüşündən sonra, ümumiyyətlə imzalanan memorandumdan sonra nəzarət sistemi necədir? İndi mən Fars Media Agentliyinin açıqlamasını diqqətlərə çatdırdım. Amma ümumiyyətlə Hörmüz boğazı ilə əldə olunan razılaşmanı bax, memorandumun tərkib hissəsi olaraq necə qiymətləndirmək olar? Mən burada hörmətli həmkarlarım hər ikisi toxundular. Yəni təsəvvür edin də söhbət nədən başlamışdı? Problem, belə desək, dava nədən başlamışdı? İranın nüvə proqramından. Amma bu qarşıdurma prosesində aydın oldu ki, yeri gəlmişkən, istər Körfəz dövlətləri üçün, yəni yaxın şərq dövləti, istər Amerika Birləşmiş Ştatları və istərsə də dünya iqtisadiyyatı üçün, bəşəriyyət üçün heç də nüvə proqramı, nüvə təhdidindən az təhlükə yaratmayan bir faktor çıxdı ortaya. Bu da bax, həmin bu Hörmüz boğazı. Bu kiçicik tar bir Hörmüz boğazıdır. Niyə? Çünki özdə yeri gəlmişkən, indi məsələn iddia olunur ki, ekspertlərin qiymətləndirməyinə görə indi hazırda dünyanın, belə deyək də, neft və qaz daşınmalarının, sıxılmış qaz daşınmalarının, maye qazının o 25%-i məhz Hörmüz boğazı vasitəsilə həyata keçirilir. Özdə bu rəqəm indi azalıb. Əvvəllər bu hətta 33%-ə qədər olub. İndi hələ bir xeyli azalıb, çünki zaman-zaman belə deyək də artan genişlənən, yüksələn dünya iqtisadiyyatı alternativ marşrutların açılmasına məhz istinad edib belə əlavə belə marşrutlar açılıb. İndi məsələ burasındadır ki, burada ən böyük problem Hörmüz boğazının statusu və ümumiyyətlə onun belə deyək də geniş və gen və belə dar hissələri vardır. Bu iki təsəvvürün ki, körfəzi birləşdirir. Təsəvvürün ki, bu körfəzlər də öz iqtisadi əhəmiyyətinə görə çox böyük belə də əhəmiyyətli körfəzlərdir. Məsələn, İran körfəzidir və Aman körfəzidir. Sadəcə məsələ buradadır ki, hörmətli Elçin müəllim bunu toxundu. 1972-ci ildə həm İran, həm də ki Oman konkret olaraq Hörmüz boğazında belə deyək də onların nəzarət etdikləri o ərazi suları deyirlər. Onunla bağlı hər iki dövlət özü bir qanun qəbul edib bu üzündə və sonradan həmin buranın ən dar yeri bu boğazın 39 kilometrdir və orada iki kanal vasitəsilə bax bu daşınmalar həyata keçirilir. Bir kanal vasitəsilə bir giriş, bir kanal vasitəsilə çıxış, yəni əks istiqamətdə. Məsələ burasında ki, sonradan əvvəlcə İran, sonrası Aman bir tərəfli qaydada özlərinin ərazi sularının hər birinin 22 kilometrə qədər genişləndirilməsi barədə qərar qəbul ediblər. Bu artıq gəlir, üst-üstə düşür, bunların artıq belə çıxır ki, ərazi suları kontekstində bunlar bir-birlər orada 5 kilometrdə üst-üstə düşürlər. Niyə? Çünki ümumi 39 kilometrdir. İndi 22 kilometr bu yandan, 20 kilometr tərəfdən olan adam. Bu gəl artıq 44 kilometrdir. Təsəvvürün ki, hətta burada adalarla bağlı çıxıntılar məsələsində. Bəli, amma var, onlar var İltimam. Amma bununla belə nə Oman, nə İran indiyənə qədər öz aralarında bu məsələnin mübahisəli olması barədə iddialar qaldırmayıblar. Bir növ belə deyək də, ortaq məxrəcə gəlib, iki tərəfli qaydada bir növ, bax, həmin bu Hörmüz boğazının hərəkətini bir növ, belə deyək də, məntiqlə desə, inhisara alıblar. Yəni, bu ikisindən asılıdır. Amma indi bir məsələ var ki, İranla Amerika Birləşmiş Ştatları qarşıdurması kontekstində Oman belə mübahisəli məsələlərin, belə davalı məsələlərin iştirakçısı olmaq istəmir. Və burada hörmətli Elçin müəllim qeyd elədi, bəli, 1982-ci ildə qəbul olunan Beynəlxalq Dəniz Konvensiyasına görə, yəni konkret olaraq Omanla İranın bu... Yəni, Oman İrana təsir göstərib, maraqları naminə? Yox, yəni deyirəm ki, Oman iştirak etmək istəmir bu qarşıdurma məsələ. Amma sözsüz ki, Oman özünün də buradakı İranla birlikdə belə deyək də, inhisarçı nəzarətindən də əl çəkmək istəyir. Burada bilirik ki, əsas qarşıdurma gedir İranla Amerika Birləşmiş Ştatları. Yəni, Oman çalışır ki, bu mübahisədən kənarda qalsın. Amma bu o demək deyil ki, aman, məsələn də, bəli, ondan soruşarlar, ya, bu ikiniz buranı inhisara almışsınız və yeri gəlmişkən. Yəni, bax, həm Omanın, həm də ki, İranın özlərinin, hər bir dövlət ayrılıqda bunu qəbul etdiyi, belə deyək də, qanunlara əsasən ümumi nəzarət ki var. Bu 1982-ci ildə qəbul olunmuş Beynəlxalq Dəniz Konvensiyasına ziddir. Yəni, Amerika Birləşmiş Ştatları yeri gəlmişkən, hələ o vaxtdan 1959-cu ildən bəri başlayaraq, yəni İranın və Omanın bu kontekstdə, daha çox İranla bağlıdır onların, belə deyək də, etirazı.
Bununla bağlı Amerika Birləşmiş Ştatları birmənalı şəkildə bunu qəbul etmir və mən hörmətli Elçin burada qeyd elədi. Onlar iddia edirlər ki, bu təbii bir körfəzdir. Yəni buradan konkret olaraq bütün dövlətlər, yəni belə deyək də, dənizə və açıq okeana çıxış var və ona görə də bütün dövlətlər bundan istifadə edə bilərlər və yeri gəlmişlər. Hələ bu münaqişəyə qədər həm İran, həm də Omanın qəbul etdikləri özlərinin, yəni konvensiyalarına görə, öz daxili konvensiyalarına görə buradan ancaq və ancaq belə deyək də, yük daşımaları həyata keçirir. Yəni, dinc məqsədlər üçün gəmilər keçə bilər. Yəni, hərbi məqsədlər üçün gəmilərin burada keçmə. Amma yenə deyirəm, bu konkret olaraq, yəni, İran və Omanın özlərinin qəbul etdikləri, hər bir dövlətin olaraq qəbul etdikləri, yəni, bu konvensiya əsaslarının qanuna. Amma Amerika Birləşmiş Ştatları ilk gündən bunu qəbul eləməyib. Yəni, söhbət yalnız bugünün söhbəti deyil. Söhbət hələ 1959 ildən bəri tarixi bir məsələdir və bax bunu qəbul etmirlər və əsas mövzu da budur ki, əsas iddia da, israr da budur ki, bu konkret olaraq beynəlxalq dəniz konvensiyasına ziddir. Baxın, problem budadır. Yəni, Salim müəllim, siz düşünürsünüz ki, Amerika Birləşmiş Ştatlarının marağında hazırki mərhələdə nüvə proqramından daha çox Hörmüz boğazı ilə bağlı. Yox, bilirsiniz necədir? Burada yenə çox paradoksal bir vəziyyət yarandı. Yenə deyirəm, Cələ xanım, başlamışdıq, o üzr istəyirəm bir misal var. Getdi bığ dalından, getdi saqqalı da qoydu, gəldi. Bax, problem buradadır. Məsələ bundadır. Yəni, məsələ, bəli, Sevil xanım da dedi, nüvə proqramından başladı. Amma gedişatda belə bir məqama gəldi, çıxdı ki, bir nüvə proqramı keçdi arxa plana. Hörmüz məsələsi, neft məsələ və yeri gəlmişkən bir məqam da var. İndi baxın, elə Cenevrədə danışıqlara başlamaqla... Yəni, belə çıxır ki, İran kritik vəziyyəti dəyişdirdi. Yəni, öz maraqlarına aminə. Belə deyək də, istiqamətləri dəyişdirə bildi. Yox, bilirsiniz məsələ necədir? Yaxud da oyunun qaydalarını dəyişdirə bildi. Sağ olun. Yəni, biz başladıq bundan, gəldik, hara çıxdıq. Məsələ burasındadır ki, yeri gəlmişkən, yəqin fikir verdiniz, mən biləsə elə danışıqların elə başlaması ilə bərabər Donald Trump elə bir öz administrasiyasına tapşırıq verdi ki, Amerika Birləşmiş Ştatlarında benzinin qiyməti ilə bağlı araşdırma aparın. Yəni nə mənada? Artıq bir neçə gündür ki, ən azı, heç olmasa baxın da, dünya birjalarında neftin qiyməti görürsünüz, nə qədər düşdü aşağı. Yəni ən azı, heç olmasa bayaq siz dediniz, indi İran tərəfi açıqlama verir ki, bəli, istənilən halda, yəni orada müəyyən sayda gəmilər keçir hər gün, yəni neft daşımaları. Amma çox maraqlıdır ki, Trump ona görə, dünya birjalarında neft düşürsə, Trump ona görə artıq birbaşa öz adına tapşırıq verir ki, başa düşmədi. Bəs niyə görə benzin hələ düşmür Amerika Birləşmiş və yeri gəlmişkən? Burada əslində, bəli, bu memorandum əslində niyyətdə protokoludur. Və buna gedilməkdə Amerika Trump'u belə deyək də, buna vadar edən amillər var. Mən vadar biri də eləməz Amerika Birləşmiş Ştatlarında yanacağın qiymətləridir. Çox maraqlıdır ki, mən bunu uzun müddət yəqin ki, həmkarlarım da razılaşar, yəni onlar da 100% bunu bilirlər. Təsəvvür edin ki, Amerika Birləşmiş Ştatlarında neçə illərdir ki, son ən azı 10 illiklərdə, belə deyək də, yanacağa qiymət bir növ prezidentin reytinginin əsas indikatorudur. Başqa məhz benzinin, qalonunun enib qalxmasından qalxmasının birbaşa... Yəni, Trump'ın öncədən elan etdiyi proteksionist siyasətin tərkib hissəsinə əslində... Yox, tərkib hissəsi budur, bəli, yox. İndi bir məsələ var da, Trump'ın özü, bayaq burada hamınız dediniz. İndi, baxın, Konqresdə həm nümayəndələr palatasında, həm senatda gördünüz, konkret qarşı, belə deyək də, heç gözlənilmədən halda Trump'ın öz həm partiyaçıları da, məsələn, qoşuldular ona. Məsələ bundan gedir ki, və aralıq seçkiləri yaxınlaşır və mən bayaq qeyd etdim, məhz neft qiyməti, yanacağın qiymətlərin bir indikator kimi birbaşa həmin seçkilərin nəticəsinə təsir olacaq. Və ona da deyilir, yaxşı, biz başa düşmədik. Güya getmişdin, başlamışdın ki, nüvə proqram məsələsini həll eləyəsən, gəldik ortalıqda, nüvə proqramı qaldı qıraqda, hələ biz yeni bir böyük bir problemlə də üzləşik. Bu da Hörmüz boğazı məsələsidir və oradan neft daşınmasıdır ki, bu da ümumiyyətlə dünya iqtisadına təsir edir. Bax, məsələnin kökü buradadır, mən düşünürəm. Biz davam edəcəyik, xahiş edəcəm yerinizi alasınız və xahiş edərdim redaktorumuzdan Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump'ın İsveçrə görüşündən sonraki açıqlamalarını da ekranlara gətirək. Hər halda Donald Trump qeyd edir ki, Amerika Birləşmiş Ştatlarının prezidentinin fikirlərinə görə İranla aparılan danışıqların gedişatını müsbət qiymətləndirirəm. Biz kifayət qədər yaxşı iş görürük. İranın heç vaxt nüvə silahına sahib
olmaması Vaşinqtonun əsas məqsədlərindən biri olaraq qalır. Tehranla təmaslarımız davam edir. Təbii ki, dialoq hələ bundan sonra da davam edəcək. Çünki qarşıda əgər baş tutarsa böyük sülh sazişinin imzalanmasını dünya gözləyir. Amma təbii ki, sual altındadır. Sevil xanım, az öncə biz qeyd etdik, proksi qüvvələr narahatdır bu danışıqların nəticələrindən, ümumiyyətlə gedişatından. İsrailin özü narahatdır, Livan öz narahatçılığını bildirir. Necə düşünürsünüz? Proksi qüvvələrin, İranın proksi qüvvələrinin statusuna bax, bu danışıqların nəticələri, diplomatik nəticələri necə təsir göstərəcək? Mən ilk növbədə söyləmək istəyirəm ki, xatirinizdədirsə, bu problem hələ yeni alovlananda General Keynin bir maraqlı bəyanatı var idi. O öz X səhifəsində yazmışdı ki, biz hücuma başlayırıq və Trump ona öz Truth Social'ından cavab verdi ki, bu problemin hərbi həlli yoxdur və əgər olsaydı, bu vaxta qədər Birləşmiş Ştatlar bunu hərbi həllini həyata keçirdərdi. Bu çox vacib bir yanaşma idi əslində və o ümumilikdə problemin tam belə deyək mahiyyətini və ondan çıxış yolunu da göstərirdi. Və biz artıq müharibənin gedişində başa düşdük ki, həqiqətən də bu müharibənin, mübarizənin və yaxud deyək münaqişənin hərbi həlli yoxdur. Mütləq şəkildə danışıqlar aparmaq lazımdır. Məsələ burasında ki, yaxın şərq bizim bəlkə təsəvvür etdiyimizdən də daha artıq və mürəkkəb bir belə deyək siyasi, hərbi, iqtisadi komponentlərlə zəngin olan bir ərazidir. Və burada baş çıxarmaq o qədər də yəni asan məsələ deyil. Hələ biz bir Hörmüz, hörmətli Sahil müəllim çox maraqlı faktları söylədi, bir Hörmüz ətrafında. Amma o tək Hörmüz deyil, onun ətrafında o qədər gərgin məsələlər var, o qədər gərgin problemlər var ki... Deyəcəmsə, Sevil xanım, hələ Babil məndəbdən söhbət gedir, onun bağlanması təhlükəsi var hələ. Bəli, Süveyş kanalının söhbət bağlanmasından gedir. Bu daha dəhşətlidir və siz az əvvəl Oman və İran arasındakı belə deyək, sivil bir razılaşmadan danışsınız iki dövlət arasında. Bu, bəli, beynəlxalq hüquqda qəbul olunmur, amma həmin adını çəkdiyiniz proksi qüvvələr ilə Oman ərazisində də var və onlar kim tərəfindən maliyyələşir, o da hamıya bir mənalı şəkildə aydındır. Və İranın bölgədə vəziyyəti çətindirmi? Çətindir. Təhlükələr hər zaman var, təhdidlər çox yüksəkdir. Həm belə deyək, burada dini məzhəb ayrılığı var və bu da müəyyən mənada problemlər yaradır İrana təhlükəsizlik baxımından. İranın tərəfdaşları ilə tərəfdaş olmayan ölkələrinin də bir belə deyək, birliyi var ki, bu özü də çox böyük bir təhdid yaradır və İran məsələdən çıxış yolu kimi bunlardan biri məhz proksi qüvvələrdə görüldü və proksi qüvvələr İsrail ətrafında yerləşdirilib ölkələrdə. Biri Livandır, Hizbullah, siz söylədiniz. Hüsilər var aşağıda Yəməndə. Bu da Bab-əl-Məndəz, Sahil müəllimin söylediyi həmin o əraziyə təsadüf edir və belə söyləmək olar ki, maliyyələşdirdiyi Həmas qüvvələri olsun istərsə də digər, yəni adını açıqlamadığı qüvvələr var ki, onlar tam şəkildə İranın nəzarəti altındadırlar. Və Birləşmiş Ştatların və onun tərəfdaşlarının tələbi ondan ibarətdir ki, İran proksi qüvvələri maliyyələşdirməkdən çəkinməlidir. Amma çəkinəcəkmi, yox, mən düşünürəm ki, yox. Çünki danışıqlarda hələ o etimad mühiti formalaşmayıb ki, İran bu məsələdə geriyə çəkilsin. Siz az əvvəl kim daha irəlidədir, İlkin müəllimə sual verirsiniz. Diplomatik üstünlük kimin tərəfindədir? Diplomatik üstünlük kimin tərəfindədir? Mən Rubio'nun bəyanatını burada bildirmək istəyirəm. Bəlkə Sevil xanım, elə Rubio'nun bəyanatını da siz öz fikirlərinizi qeyd edin, amma bizim redaktorumuzdan xahiş edəcəm Rubio'nun bəyanatını da ekranlara gətirsin. Çox maraqlı açıqlamalarla çıxış edib. Mən bu məsələni qeyd edeyim, siz sonra onun bəyanatını səsləndirərsiniz. Əvvəl başlayanda danışıqlar prosesinin Rubio və Vance'in mövqeyini ortaya qoyurdular və söylüyorlar ki, Vance danışıqlara daha meyilli olan siyasətçidir. Amma Rubio isə danışıqlar prosesində belə deyək, opozisiyada dayanan, müxalifətdə dayanan İran məsələsində oponentlik edir. Bəli, bu məsələdə hətta bunu iki partiya, düzdür, mən bunu qəbul etmirəm, amma bunu iki partiya kimi, bölünmüş iki cinah kimi qəbul edənlər də var idi. Amma Rubio'nun indi siz bəyanatını zəhmət olmasa səsləndirin və orada çox maraqlı Marco Rubio qeyd edir ki, Livanda atəşkəs barədə danışıqlar İranla diplomatik prosesdən ayrı aparılacaq. Livan suveren dövlət olduğu üçün bu proses müstəqil xarakter daşıyır. Onun hökuməti var. Söhbət Livandan və ölkə daxilində baş verənlərdən gedirsə, biz birbaşa Livan hökuməti ilə danışıqlar aparacağıq. Livandakı vəziyyətdə İranın rolu məsələsi isə Tehranla təmaslar çərçivəsində, xüsusən də Hizbullaha dəstək kontekstində
ayrı müzakirə olunacaq. İranın Hizbullahı maliyyələşdirməsi amili də İranlılarla danışıqlarımızda müzakirə mövzusudur. Statın sonu. Və elə danışıqların ərəfəsində 18 saat davam edib, səhv etmirəmsə, Sevil xanım danışıqlar. Bəli, uzun Həmin danışıqlar. ərəfədə Trumpın danışıqlar başlamazdan bir qədər öncə Livanla bağlı bəyanatı danışıqlar prosesini az qala pozurdu. Çünki Qalibov masanı tərk etdi, bir qədər sonra yenidən qayıtdı, gərginlik yaratmışdı bu Livanla bağlı məsələ. Ona görə də proksi qüvvələrin bundan sonra... Bu qırmızı xəttdir. Bu qırmızı xətti proksi qüvvələr İran üçün, yenə də söylürəm, bəlkə 20 ildən sonra, 30 ildən sonra bu məsələnin başqa bir çözümü olacaq. Bunu indidən söyləmək çətindir. Açığı o qədər də yəni ümid verici də deyil. Amma indiki halda İran buna getməyəcək. Niyə görə? Çünki danışıqlar prosesi gedəndə ən azı Hizbullah qüvvələri vurulurdu. Və bu dəfəki hücumlar İsrail tərəfindən daha şiddətli idi. Məsələn, əvvəllər onlar əgər müsəlmanlar yaşayan Livanın daha cənub hissəsini vururdularsa, indi artıq xristianlar yaşayan şimal hissəsinə də keçiblər. Bu təhlükədirmi? Təhlükədir. Bu o deməkdir ki, yəni Livanı hətta yer üzündən silməyə belə hazırdılar. Amma burada öz siyasi hökmranlıqlarını qoruyacaqlar. Və bu məsələ artıq tək İran və İsrail arasındakı çəkişmə kimi ortaya çıxmır. Bu artıq regionda bir belə deyək ki, gərginlik yaradır və Türkiyə ilə arxitekturasına, bu tamamilə təhlükəsizlik arxitekturasına çox pis təsir göstərir. Yəni bundan əvvəl əgər müəyyən çəkinmələr var idisə, Hizbullah oradaydı, sərhədə yaxın ərazidə idi və müəyyən mənada tərəflər biri-biriləri ilə konfliktə girmirdilər, silahlı konfliktə girmirdilər. Bəli, hamı bilirdi ki, orada Hizbullah var. Və yaxud da ki, Həmas, bəli, İsrailə daha yaxın idi Fələstində, amma yenə də yəni biz burada söyləyə bilmərik ki, tam şəkildə tez-tez belə, yəni ara-sıra bəli olurdu aralarında ixtilaflar, amma daha geniş miqyaslı müharibə şəraitindən gətirib çıxarmırdı. Amma son və qətiyyətli aparılan əməliyyat onu göstərir ki, yəni qarşı tərəfdə də bir qətiyyət formalaşıbdır ki, bu qüvvələri tam şəkildə neytrallaşdırsın. Və İran buna hazır deyil və Rubio'nun siz bir bəyanatını sırf proksi qüvvələrlə bağlı, yəni konkret desək danışıqlar prosesini bugün həqiqətən də pozan Livan tematikasına uyğun söylədiniz. Amma Rubio başqa bir məsələ, orada investisiyaların İrana axını ilə bağlı da fikir səsləndiribdir. Baxmayaraq ki, oponent bir mövqedə dayanır, amma o düşünür ki, indiki anda əgər razılıq olacaqsa və bu həm də bir region ölkələrinə bir mesaj göndərir ki, bizim mövqeyimiz budur ki, biz İranla əməkdaşlıq etmək istəyirik və buraya investisiyaların gətirilməsini xüsusilə də istəyirik. Hörmüz boğazı istiqamətində əməkdaşlığa dair Rubio'nun açıqlamaları daha intensiv idi. Onlardan biri də indi gəlin onu da ekranlara gətirək. İran Hörmüzdən keçidlə bağlı idi Rubio'nun açıqlaması. Redaktorumuzdan xahiş edəcəm. Rubio qeyd edir ki, İran Hörmüzdən keçən gəmilərdən ödəniş ala bilməyəcək. Bu cür şərtlər beynəlxalq hüquq normalarına ziddir. Bax, bu da Rubio'nun fikirləri idi. Məsələ burasındadır ki, Rubio bu bəyanatları elə hazırda bölgədə bilirsiniz ki, o Hörmüz boğazı ətrafında olan, yəni Körfəz ətrafı ölkələri səfərə başlayıbdır və onlarla görüşlər keçirir, mövqelərini öyrənir. 8 ölkə ümumilikdə Hörmüzdən istifadə edir. Çox böyük bir, baxın, balaca bir belə deyək də ərazinin də az əvvəl hörmətli Sahil müəllim göstərdi onu bizə xəritə üzərində, amma 8 ölkə ondan istifadə edir. Cəmi 3 aydır bağlanıbdır, yəni elə bir böyük müddətdə deyil, amma dünya iqtisadiyyatına 2,2 trilyon zərər vurur. Bu çox böyük bir rəqəmdir və perspektivdə də əgər danışıqlar bizim də ona pauzada deyə bilərik, optimist ruhda olub söyləyə bilərik ki, bu ümumilikdə uzun müddətli razılaşmaya gedən yoldur. Amma yəni bu arada belə, yəni çox böyük iqtisadiyyat üçün təhdidlər yaratdı və hətta Birləşmiş Ştatlarda o benzinin qiymətlərini dəyişdirəcək qədər görün nə qədər İranın əlində güclü bir kart var. Yəni bunu qarşı tərəf çox bəli və ona görə də çox vacibdir ki, Hörmüz ətrafında onlar razılığa gəlsinlər. Bəli, mən bu məsələdə qeyd etmək istəyirəm. Az əvvəl hörmətli Elçin müəllim də söylədi beynəlxalq su hövzəsi olduğunu və beynəlxalq su hövzəsi olduğuna görə İran ərazisi deyil və bu vaxta qədər
illərdə İran heç bir halda haqq tələb eləməyibdi oradan. Sadəcə olaraq o yaxın ölkə olduğuna görə təhlükəsizliyi öz üzərinə götürüb. Terminallar var, limanlar var. Bəli, onun əməliyyatını, yəni operasyon belə deyək də, qaydaları, prosedurları öz üzərinə götürüb. Amma İran orada heç bir halda jandarmeriya rolunu oynamayıb və oynaya da bilməz. Çünki bununla bağlı heç bir prosedur yoxdur. Bütün hövzə ölkələri ondan istifadə edir. Amma indi İran artıq irəliyə gedib bir adım. Nüvə proqramı yaddan çıxdı. Digər məsələlər var idi ki, onlarda proksi qüvvələr də hələ mən deyərdim ki, ikinci plana keçmək üzrədir. Amma əsas üzərində dayanıblar Hörmüz boğazının açılması məsələsini və onun şərtsiz açılması məsələsini. İndi bəli, açıblar. Keçən həftənin səhv etmirəmsə 5-ci günündən fəaliyyət göstərir. Bir neçə gün, yəni blokada götürülübdü. Dərhal bazara təsirini göstərdi. Neftin qiymətlərinin aşağı düşdü. Təchizatda artmalar müşahidə olunmağa başladı və çox maraqlıdır ki, Qatar dövləti də artıq bəyanatla çıxış edib və söyləyib ki, əvvəlki həcmlərə qayıda biləcək. Yəni bu özü də çoxmu, çünki bundan əvvəl uzun müddət tələb olunduğunu bildirirlər, amma indi isə əvvəlki həcmlərə qayıtmağın mümkünlüyünü qeyd edibdir. Bəli, vəziyyəti görün nə dərəcədə böyük sürətlə və məzmun baxımından nə qədər dərin dəyişə bilir Hörmüz. Ona görə də İran bu məsələdə bu dəqiqə çox belə deyək ki, təpki göstərir və İran tərəfi açıldığı təqdirdə onun artıq Təkcə Hörmüz mü dəyişdirdi? Bax, bu da sual doğurur. Çünki Livanda gərginlik, İsraillə Livan arasındakı gərginlik də... Gəlin belə deyək də, bundan əvvəl Fələstində olan məsələlərlə bağlı bəyəm İranın mövqeyi müsbət idi. O hər zaman Həması da dəstəkləyib və Fəth və Həmas arasındakı olan mübarizədə... Burada mən Sevil xanım, yəni Zələ xanım, Sevil xanım əsas deməyi budur ki, söhbət yalnız İrandan getmir. Yəni Amerikanın bax buna getməsinin əsas amillərini, yəni onu demək istəyir. Mən istəyirəm proksilərlə bağlı icazə versəniz. Elçi, İsrailin mövqeyini biz proksilərlə bağlı ekranlara gətirək, sonra məhz bu istiqamətdə sizin fikirlərinizi alacaq. Çünki İsrail prezidenti İshak Herzog'un açıqlamaları var. O qeyd edir ki, Amerika Birləşmiş Ştatları və İran arasında aparılan danışıqlarda Livan məsələsinin müzakirə olunması yanlış bir addımdır. Çünki İsrail və Livan arasında saziş çox qısa müddətdə imzalana bilər. Çünki tərəflər arasında ərazi mübahisələri yoxdur. Prosesin qarşısında duran əsas maneə Hizbullah təşkilatıdır və İran Livan-İsrail münasibətlərinin tənzimləməsinə cəlb edilməsi böyük bir səhvdir. Təl-Əviv bu narahatlığını artıq ABŞ tərəfinə çatdırıb. Sizcə İran öz mövqeyindən proksi qüvvələri ilə bağlı, Hizbullahla bağlı geri çəkiləcək, maliyyələşməni dayandıracaq, silahsızlaşmanı qəbul edəcək, yoxsa bu proses yeni bir mərhələnin başlanğıcı olacaq? Bax, bu tələblər. Əslində, proksilər İranın təzyiq vasitələrindən biridir bölgədə və eyni zamanda İran bütövlükdə proksilərə özünün təhlükəsizlik mexanizmlərinin tərkib hissəsi kimi yanaşır. Amma bizim yanaşmamızda qənaətimə görə bir faktor da önə çıxmalıdır. Proksilər İranın həmin ərazilərə göndərdiyi desant qrupları deyil. Həmin insanlar o ərazilərdə uzun illərdir ki, yaşayırlar. Siyasiləşmiş artıq. Və təbii ki, ideoloji baxımdan nəzarətə götürülmüş və yaxud mövcud olan ideoloji baxımdan ona yaxın olan qüvvələrin nəzarətə götürülməsi, siyasiləşdirilməsi və mövcud olduqları dövlətlərin hakimiyyətlərinə təsir mexanizmlərinin hazırlanması istiqamətində həyata keçirilən 79-cu ildən bəri bir prosesin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Siyasi hərəkatla, Həmas siyasi partiyası... Mən eyni sözü deyirəm. Deyirəm, yəni bu insanlar oranın vətəndaşlarıdır. Onların formalaşmasında bəli. Yəni, bəzən yanaşmalarda elə bir anlaşa gəlir ki, İran harasa bir qrup göndərib və həmin qrupu orada idarə etməklə məşğuldur. Və həmin insanlar orada yaşayırlar və öz əraziləri də öz torpaqlarıdır və indiki şəraitdə əgər biz məsələyə beynəlxalq hüquq kontekstindən yanaşsaq, İsrail rəsmisinin açıqlaması bu məsələyə münasibətdə tamamilə doğrudur. Yəni, proses İsrail ilə Livan arasında getməlidir və nəticə etibarilə də əgər doğrudan da, gerçəkdən də ərazi mübahisələri yoxdursa, problemin həlli istiqamətində hər hansı bir irəliləyişə nail olmaq mümkündür. Əslində, bu günə qədər yol verilən boşluqlar
bölgədə problemlərin məhz proksiləri vasitəsilə, ayrı-ayrı təsir qrupları vasitəsilə tənzimlənməsindən ibarətdir. Və burada təkcə İranın rol aldığını xüsusi olaraq qeyd etmək qənaətimə görə doğru olmazdı. Və nəticə etibarilə yaxın şərqdə yaranmış vəziyyətdə bu gün mövcud olan situasiyada təkcə İran günahkar deyil. Eyni zamanda bölgəni davamlı olaraq münaqişələr yolu ilə təsir altında saxlamağa çalışan, idarə etməyə çalışan qüvvələrdir və həmçinin müəyyən bir zaman kəsiyində, xüsusilə də İran-İraq müharibəsindən sonra İranda məhz bölgədə özünün ideoloji təsir dairəsini genişləndirməyə imkan yaradan dövlətlərdir. Vaxtilə buraxılan səhvlər bugün ortaya indiki mənzərənin çıxmasına qənaətimə görə zəmin yaradıb. Baxımdan düşürəm ki, proksilərdən şübhəsiz ki, əl çəkməyəcək. Amma bu problemin həlli qənaətimə görə mümkündür. Birinci növbədə yanaşmanın özü baxış bucağı dəyişməlidir və həmin o qüvvələrin, siyasi qüvvələr birinci növbədə öz ölkələrinin, cəmiyyətlərinin inteqrasiya olunmağı bacarmalıdırlar. Bölgədə düşüncə tərzi, təfəkkür tərzi, mədəni səviyyə artmalıdır, dəyişməlidir. Bunların bir hissəsi müəyyən qədər də olsa cəhalətdən qaynaqlanan faktorlardır. Yəni burada sadəcə olaraq məsələyə yalnız hansısa ölkədən ötürülən vəsaitlər nəticəsində idarə olunan siyasi proseslərdən söhbət getmir. Eyni zamanda insanların düşüncə səviyyəsinin, həyat tərzinin aşağı olmasından qaynaqlanan çoxsaylı problemlər var. O baxımdan təbii ki, mövcud problemin həlli qarşıdurma vasitəsilə deyil. Ziddiyyətlər, düşmənçiliyi daha da artıracaq. Necə ki, uzun illərdən bəri problemin çözülməsi istiqamətində addımlar atılmayıb. Bundan sonra da eyni yanaşma tərzi ilə aradan qaldırmaq mümkün olmayacaq. Baxımdan bugünkü mənzərə nəticədir, səbəb deyil. Və bugün o problemlərin aradan qaldırılması üçün səbəblərin aradan qaldırılmasına ehtiyac var. Düşünürəm ki, əgər bu istiqamətdə həqiqətən də bir davranışlar ortaya qoyulacaqsa, irəliləyişə nail olmaq mümkün olacaq. Sizcə irəliləyişə nail olunacaq, yoxsa Elçin müəllim qeyd etdiyi kimi ziddiyyətlər daha da dərinləşəcək? Mən düşünürəm ki, dərinləşəcək. Niyə? Mən hörmətli həmkarlarımla çox razıyam. Çox gözəl belə deyək də o belə mənzərəni açdılar orada, yəni proksi qüvvələrlə bağlı. Livandakı. Birinci, yeri gəlmişkən, yəqin həmkarların da xəbəri var. Elə indi bir növ, belə deyək də, paralel olaraq Vaşinqtonda məhz Livan hökuməti ilə, Livan hökumətinin təmsilçiləri, Livanın, yəni rəsmi təmsilçiləri ilə İsrail və Vaşinqton arasında birbaşa danışıqlar aparılır. Bax, həmin bu Livandakı vəziyyətlə bağlı o proksi qüvvələr məsələləri, ona görə o bəyanat var və doğrudur, İsrail orada təmsilçiləri birbaşa iştirak eləmirlər, deyəsə dolayısıyla orada iştirak edirlər. Amma bir məsələ var. Elçin müəllim çox doğru buyurdu ki, bu bugünün söhbətidir. Problem bilirsiniz nədir? Gəlin, mən istəyirəm ki, həm də əlavə edəm hörmətli həmkarlarıma dediklərdə, bir başqa bir prizmadan da yanaşmanı gəlin, mən istəyirəm əlavə edəm bura. Baxın, yaxın şərq deyirik. Yaxın şərq, belə deyək də, 10 illiklər, 100 illiklər boyudur ki, xüsusilə də bu neft amili, belə deyək də, dünya iqtisadiyyatda hökmran olunan sonra neft-qaz amili aydındır ki, bütün böyük qüvvələrin toqquşduğu bir ərazi. Zəngin et, hamısı da ehtiyatlardır. Amma indi bir baxın. Yaxşı, Liviyada, İraqda, Misirdə, Suriyada və digər dövlətlərdə baş verən hadisələr bəyəm proksi qüvvələrin işi deyildi. Nə mənada? Elçin çox gözəl dedi. Bəzilərində də proksi qüvvədə nə ya? İran orada hazırlayıb bir 100 nəfər atıb ora, siz gedin orada 1000 nəfər getin, xeyr. Və yeri gəlmişən, baxın, əsas budur ki, beynəlxalq hüququ o qədər tapdalayırlar ki. Bəs yaxşı, bu əslində İran bir növ elə onlardan belə deyək də, demirəm, İranın da dərin tarixi var, odur. Bir növ həmin nümunədir, yəni medalın ikinci bir tərəfidir. Deməli, belə çıxır ki... Ərəb baharı zamanı baş verənlər proksi qüvvələrin iştirakı deyil. Elə bax, yeri deyək də, yeri gəlmişkən. Niyə görə məsələn... Yaxşı proksi, pis proksi, yaxşı terrorçu, yaxşı pisi yoxdur. Ayşə, mən onu demək istəyirəm. Bəs yaxşı, siz özünüz president yaradanda yeri gəlmişkən, indi bayaq qeyd etdiniz ki, Pakistanla Amerika Birləşmiş Ştatları arasında münasibətlər pozitivdir. Amma yadınıza gəlin, bir ara Amerika Birləşmiş Ştatları Pakistanı nə günə qoymuşdu? Pakistanda o qədər terrorçu qüvvələrə məsələ qərbdən dəstək gəlirdi. Suriyanın özündə olsun, elə Kürd, belə deyək də, bu demirik, onlar da proksi qüvvələr də, yəni Trump özü etiraf eləmədi ki, biz Suriyadakı Kürd, belə deyək də, o silahlı Kürdlərə də, belə deyək də, silah zadı ötürdük ki, onlara. Onlar İrandakı hadisələrlə bağlı orada üsyan qaldırsınlar İranda. Bəs yaxşı, başa, bu proksi qüvvə deyil.
Bəli, proksi qüvvə anlayışını, yəni çox təəssüflər olsun ki, siz kimlərsə buna president yaradanda, belə Jalə xanım, yaxşı, digər bu addım eləyəndə, o başa düşmədi, bunda niyə qınayırsınız onu? Mən əslində belə şeyin, belə deyək, qəti əleyhinəyəm. Bu, siz əslində proksi qüvvələr doğrudan da milli siz dövlətlərin... Siz yox, İsrail əleyhinə olması hansı nəticələr gətirib çıxaracaq? İndi gəlin belə deyək. Yox, mən sizinlə razıyam. Mən sizinlə razıyam. İsrailin özün proksi qüvvələri yoxdur, elə bilirsiniz, yaxın şərq ölkələrində. O qədər var. O qədər var. Söhbət bundandır ki, indi bax, onlar narazılıq edirlər və görürsünüz, ona görə İsrail görürsünüz hansı xətti tutur. Əslində, məntiqlə mən başa düşürəm. Onlar çalışırlar ki, İran, üzr istəyirəm, Livan-İsrail münasibətlərini, Livan-Hizbullah qarşı durmasının, üzr istəyirəm, Hizbullah-İsrail qarşı durmasından ayırsınlar. Yəni, bunlar qeyd edirlər ki, bunlar fərqli məsələlərdir. Yəni, ona görə Livan məsələsi ki, ortaya qoyulur Amerika Birləşmiş Ştatları. Yəni, Amerika Birləşmiş Ştatları əslində İranla danışıqda bu Livan məsələsini səhv kontekstə qoyur. Səhv kontekstdə qoyur. Çünki bizim Livan, yaxşı, indi Livan hökumətinə sənin ehtiyacı belə yoxdur, iddiam. Sevgili xanım bəyək yaxşı qeyd elədi. Yaxşı, bəyək bu adı altında vururdunuz o müsəlmanlar yaşayan hissələr. Bəs yaxşı, deyirlər Livandan çıxın, deyir Livandan çıxmağı yaddan unudun. Biz Livandan çıxası deyilik. Bax, tutmuşuq 30 kilometr, 40 kilometr dərinliyə qədər. Qurtardı. Yeni gəlmişəm Suriyadakı Colan təpələri ilə bağlı. Yəni, məsələ bundadır. İndi bir sual olunur. İsrail həqiqətənmi burada Hizbullahın, yəni proksi qüvvə salınan Hizbullahdan özünün təhdidlərindən özünün təhlükəsini qorumaq istəyir? Yoxsa bu pərdə altında ərazi iddiaları və yaxud da ki, ərazilərin tutulması durur. Bax, problem buradadır. Və İsrailin bu dəqiqə Amerika Birləşmiş Ştatlarından narazılığı budur. Narazılıq ona görədir ki, mən bunu dəfələrlə demişəm. Yəni, biz olmasaydıq, sizin yaxın şərqdə Amerika Birləşmiş Ştatlarının maraqları bu cür qorunmazdı. Yəni biz varıq ilə. Amma İsrailin rəsmi şəkildə bəyanatı olub ki, bizim Livandan ərazi iddiamız yoxdur. Yox, var amma çıxmıram ərazidən. Mən üzr istəyirəm, gəlin belə danışaq da. Ay Jalə xanım, çox üzr istəyirəm, bəlkə də iş düzgün par. Deyir də Hizbullah tərkislah olunsun, biz də elə... Yəni, bugün tərkislah olsa, sabah da biz onlar bilirlər ki, Hizbullah tərk olur, tərksə yaxşı, onu başa düşdük. Və Colanat təpələrini niyə getdilər, tutdular tam? Sevil xanım, İsrail öz təhlükəsizlik arxitekturasını qorumağa çalışır, yoxsa Sahil müəllimi qeyd etdiyi kimi həqiqətən də Livana ərazi iddiaları arxa planında dayanır? Bu çox maraqlı və belə deyək, dərin bir məsələdir. Özə mübahisəli məsələdir. Və mübahisəli məsələdir. Niyə görə, hörmətli elçi mənim çox gözəl qeyd etdi ki, bunun ideoloji xətləri olan, yəni o hərəkatlardır, siyasi, belə deyək, siyasiləşmiş qruplardır. Bu sadəcə olaraq bir, belə deyək, dəstə şəklində onlar fəaliyyət göstərmirlər. Amma onların ən ciddi tərəfi məncə həm də dini tərəfidir ki, bəli, onların ən ideoloji silah, dini belə aspektdən bu onların çox güclü bir komponenti kimi çıxış eləyir. Niyə görə bəs o fəaliyyət göstərir? Niyə görə Livan hökuməti öz ərazisində Hizbullahın fəaliyyət göstərmənin mane olmur? Bu çox böyük bir sualdır. Məsələ burasındadır ki, bu mənim şəxsi düşüncəmdir ki, onun maraqlarına tam cavab verir. Çünki təhlükəni hiss eləyir. Və siz indi söylədiniz, İsrail tərəfindən bu bəyanat səsləndirilib, amma yenə də Colan məsələsi ortalıqdadır. Yəni, İsrail əraziləri. Yəni, biz bunu sadəcə olaraq obyektiv, yəni bütün dünyanın qəbul etdiyi bir aspektdən dəyərləndirməyə çalışırıq ki, yəni bölgə ölkələri və bölgə xalqları bunu belə dəyərləndirirlər. Və həmin bölgəyə yaxın olan ölkələr də əslində bu təhdidlərin olduğu ilə bağlı çox belə də yekdil bir fikirdədirlər. Ona görə də heç hökumət də Hizbullahın orada möhkəmlənməsinə mane olmayıbdır. Və 2006-cı ildə Fəth və Həmas arasında gedən mübarizədə Həmas qalib gəldi. İlk növbədə belə düşünülürdü ki, Fəthin hakimiyyətdən getməsi ilə, yəni siyasi belə deyək, hakimiyyətdən getməsi tamamilə fərqli, İsrailə dost olan və nəhayətdə onlarla anlaşıqlı yaşaya biləcək bir toplum yaranacaqdır. Amma yarandı mı yox, əhali sayı artdı, Həmas gücləndi və kimin hesabına gücləndi? Yəni, onun maliyyə qaynaqları da artıq hər kəsə... Həmkarımın fikirlərinin davamı olaraq bir məqama da toxunmaq istəyirəm. Çox incə bir məsələyə
toxudu. Livan hökumətinin maraqları ilə bağlı. Livan hökuməti nə üçün Həmasın mövcud mövqeyində və bu ziddiyyətlərin qalmasında maraqlıdır. Çünki burada deməli, xarici düşmən faktoru var və xarici düşmən faktoru həm də birləşdirici amil kimi çıxış edir. Livan çox konvensiyalı bir ölkədir və təsəvvür eləyin ki, bu ideoloji savaş İsrail-Həmas kontekstindən çıxarılaraq Livan daxilinə keçir və o zaman Livandakı vəziyyət necə ola bilər? Nəticə etibarilə bu vətəndaş müharibəsinə gətirib çıxara bilər. Yəni tarixdə bunun izləri ilə bağlı çox sayılı məqamlar. Bu baxımdan yanaşmanın təməlində dayanan aspektlərdən biri də qənaətimə görə məhz bu faktordur və Seyid xanım çox doğru istiqamət verdi bu məsələ ilə bağlı. Bəli, və eləcə də digər, məsələn, ərazilərdə, xüsusən istədikləri, bugün Suriya ərazilərində xüsusən Colan məsələsi üzərində danışıqlar gedir. Yəni, oradan istəyirlər ki, Colan təpələrini yenidən Suriyaya qaytarsın. Çünki Suriya öz suverenliyini bərpa edib ki, bundan əvvəl İqil qüvvələri var idi, IŞİD qüvvələri var idi və s. Yəni, burada bəli, rəngli inqilab baş verməli idi, bunun qarşısı alındı və s. Yəni, çox çətin və, belə deyək, keşməkeşli bir dövrü başa vurdu, uzun sürən, bəlkə 2010-cu ildə başlamışdı bu Ərəb baharının növbəti dalğası, amma Suriyada bu baş tutmadı. Yəni, bunu da söyləmək lazımdır. Əsəd hökuməti qaldı, uğursuz oldu, bəli, uğursuz oldu, amma hakimiyyəti qoruyub saxlaya bildi və indi isə artıq Əl-Şaranın hakimiyyətə gəlməsindən sonra burada fərqli bir siyasi mühit formalaşıbdır. Həm qlobal baxımdan, yəni Suriyanın əlaqələri tamamilə fərqli bir istiqamətdə, daha geniş və daha etimadlı bir, belə deyək, münasibətlər kompleksində gedir. Amma orada da, yəni Colan adalarından, Colan təpələrindən onlar imtina etməyiblər, onlar onu istəyirlər. İstəyirlər və bu məsələdə də onlara kömək göstərənlər var. Yəni, onlar qoyacaqlarmı indi digər bir ərazi düşsün işğal altına? Yəni, ona görə də bu məsələni daha da qərizləşdirir. Və indi söyləyirsiniz ki, niyə görə İran buna bəs maraq göstərir? İran üçün bu çox vacibdir. İran əvvəldən də, yəni bu onların öz daxili işləridir, amma İsrail özünü düşməni elan eləyibdir. Yəni ilk gündən də əvvəl Şahın dövründə bəli münasibətləri yaxşı idi, onlar hətta tanımışdılar İsraili dövlət kimi, amma İslam inqilabı baş verdikdən sonra artıq vəziyyət dəyişdi və onlar biz sizi yer üzündən siləcəyik. Yəni belə bir təhdid dolu İsrailə qarşı şüar səsləndirməyə başladılar və ondan sonra vəziyyət gördüyümüz kimi günbəgün daha da pisləşib, daha da kritik vəziyyətə gəlib çatıbdır və qlobal gündəlikdə mən deyərdim bəlkə ən ön sırada gedən konflikt kimi bugün artıq öz varlığını da yaxşı mənada demirəm, amma ki, yəni negativ mənada qoruyub saxlaya bilibdir. Və onun çözümünü tapmaq da mümkün deyil. Çünki gözləmək ki, bəli, hansısa bir mübarizə baş verdi, münaqişə baş verdi, zəiflik baş verdi. Bəlkə də İran daxildə nəyəsə qənaət eləyə bilər, amma proksi qüvvələrə düşünmürəm ki, qənaət eləsin. Yeri gəlmişkən, siz fikirlərinizi bildirərsiniz. İsrailin Müdafiə Naziri Katsın fikirləri var. O qeyd edib ki, ABŞ tələb etsə belə İsrail ordusu Livanın cənubunu tərk etməyəcək. İsrail Müdafiə Nazirinin eyni zamanda fikirləri də qeyd olunub ki, bu bizim təhlükəsizlik konsepsiyamızdır. Baxın, elə mən hörmətli Sevil xanımın dediyinə mən bir fikir bildirim. İndi Sevil xanım o çox yaxşıdır ki, yəni çalışdı ki, əslində bu onun belə deyək də, onun fikri deyil, yəni o mövqeyini bir növ açıqladı Colan təpələri ilə bağlı. Əslində, mən Sevil xanımın həmişə nikbinliyinə həsəd aparmışam. Amma Sevil xanım, Colan təpələri məsələsində doğrudur. İndi nə qədər Suriyaya görə dəstək, hətta Amerika Birləşmiş Ştatları tərəfindən mən elə nikbin deyiləm Colan təpələri ilə bağlı. Mən bilirəm ki, İsrail onu... Haqlısı Sahil müəllim, nikbin olmağa dəyməz. Çünki Qalibafın da açıqlaması var. Sahil müəllim qeyd edib ki, Qalibaf Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacaq. Hə, mən şeydən danışım, Colan təpələrindən başlayayım. Bilirsiniz nəyə görə? Baxın da, gəlin baxaq yaxın şərqdə ümumiyyətlə İsrailin bütün ərazilərlə bağlı siyasətinə, İordan çayının sağ sahili, məsələn, bu günə qədər. Bilirsiniz necədir? İsrailin əslində siyasəti belədir. Mən demirəm, pisdir, yaxşıdır, qiymətləndirmirəm. Yəni deyirəm, belədir. Baxın, yaranan gündən bacardıqca ərazini tut və sonra uzun danışıqlar, nəticəsiz danışıqlar vasitəsilə bunu uzat nə qədər bacarırsan. Yeri gəlmişsə, İranda da belə var. Danışıqlarla bağlı İranda da belə bir taktika var. Bax, mən ona görə Colan təpələrinin qayıdacağı ilə bağlı, qaytarılacağı ilə bağlı nikbin deyiləm. Hətta
belə də yaddan da çıxmayıb da o məsələdə. Necə? Yaddan da çıxmayıb. Yəni ki, Ha yox, qəbullanmırlar mən demirəm, yox yaddan çıxmıyıb. Mən demirəm yaddan çıxıb. Amma indi yenə deyirəm də İordan çayının sağ sahili yaddan çıxıb bu. Görün neçə ildir Fələstin məsələsi yaddan çıxıb bu. Colan təpələri məsələsi hələ bürüntülərinin sırağı görün. Hələ onun bir səslə yazılır. Bax bu baxımdan burada mən deyirəm ki, İranla İsrailin mövqeyində çox maraqlı bir həssas yanaşma var. Qənaətimə görə Qalibafın açıqlamasından da bu qabarıq şəkildə nəzərə çarpır. İran məqsədyönlü şəkildə məhz Livan məsələsini qabartmaqla Amerika Birləşmiş Ştatlarıyla İsrail arasındakı fikir ayrılığını, ziddiyyətləri daha da dərinləşdirməyə və faktiki olaraq İsrail ilə Amerika Birləşmiş Ştatlarını bu kontekstdə tamamilə bir-birindən ayırmağa cəhd göstərir. Yeni yanaşma tərzini biz İsrailin yanaşmasında da hiss etməkdəyik və yenə də proksi qüvvələrlə bağlı məqamları önə çəkməklə, bunun İsrailin təhlükəsizlik məsələsini önə çəkməklə nəticə etibarilə İranla Amerika Birləşmiş Ştatları arasındakı münasibətlərin normal müstəviyə gəlməsinə və müvafiq sazişlərin imzalanmasına mane olmağa, münaqişə vəziyyətini qoruyub saxlamağa çalışır. Yəni, hər iki tərəfin yanaşmasında bu meyllər açıq şəkildə özünü biruzə verməkdədir. Üzr istəyirəm, Elçin müəllimin sözü çox qəşəng bir atalar sözü yadıma saldı. Bir müdrik kəlam var. Hərənin dərdi özünə bir dəvədir. Sən demə. Amma İsraillə Amerika Birləşmiş Ştatları arasında bu mövqe ayrılığına siz diqqət yetirdiniz. Bundan əvvəl Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti James Vance'in açıqlaması olmuşdu ki, İsrail İranı Liviyalaşdırmaq istəyir. İndi Sevil xanım da bu vətəndaş müharibələrini xatırlatdı. Burada da mövqe ayrılığı var. Komandada fikir ayrılıqları var idi yanaşmaların özündə. Var idi, amma daha da dərinləşir, bu kritik bir hala gəlib və xüsusilə də o son açıqlamalar nə deməyə əsas verir? Amerika Birləşmiş Ştatları İrandakı, çünki müharibə başlayanda İranın daxili rejiminin dəyişdirilməsi də tələblərdən biri idi, istəklərdən biri idi. Etiraz aksiyaları ilə başladı. İndi necə? ABŞ öz mövqeyindən bu istiqamətdə məsələnin mahiyyətində dayanan odur ki, görünən mənzərə Birləşmiş Ştatların İranda hər hansı bir dəyişikliyin baş verməsində maraqlı olmadığını sübut edir. Çünki istər 12 günlük müharibə dövründə verilən bəyanatlar və insanların ümidləndirilərək küçələrə çıxması, eyni zamanda hansısa uğursuz bir keçmiş siyasətçinin meydana çıxarılaraq ona dəstək verilməsi nəticə etibarilə İranda deməli, daxili qüvvələrin xarici faktora qarşı birləşməsinə zəmin yaratdı. Yəni, mən bütün bunların hesablanmamadığını düşünmürəm. Yəni, nəticə etibarilə mən düşünmürəm ki, Rıza Bəhləvinin önə çıxarılması məqsədyönlü şəkildə atılan bir addım deyildi və onun İran cəmiyyətində qəbul olunmadığını Amerika Birləşmiş Ştatlarının müvafiq institutları bilmirdilər. Şübhəsiz ki, bilirdilər və onun önə çıxarılmasının əsas səbəblərindən biri də elə İran daxilindəki parçalanmaların, mümkün parçalanmaların olmaması ilə bağlı olan yanaşmalar idi. Qənaətimə görə bu yanaşma tərzi əslində Vance'in baxış bucağı, əslində Amerika Birləşmiş Ştatlarının ümumi baxış bucağını ifadə edən məqam kimi də dəyərləndirilə bilər. Yəni ABŞ İranın hazırki hakimiyyətini və rejimini qəbul edir və mahiyyət etibarilə danışıqlar gedirsə, aparılırsa, əlbəttə bir çox faktorlardan qane edir və bu fikir ayrılıqları ki var ideoloji müstəvidə bölgədə, bu əslində bölgədə Türk-İslam faktoruna ən çox maneə yaradan amillərdən biridir. Müsəlmanların həmrəyliyinə zərbə vura biləcək amillərdən biridir. Bu ziddiyyətlərdən, məzhəb fərqlərindən, müxtəlif qruplar vasitəsilə dağıdıcı ideologiyalar sərgiləmək əlbəttə onların maraqlarına uyğundur. Və nəticə etibarilə bu mənzərəni 79-cu ildən etibarən nə üçün yaratmışdılarsa, bu proses fərqli müstəvidə indi davam etməkdədir. Yəni, biz İranın mövqeyində də və həmçinin onunla eyni pozisiyadan çıxış edən ölkələrin mövqeyində də bölgədə gedən proseslərə münasibətdən bir çox nəticələr çıxara bilərik. Elə Trip yoluna, Zəngəzur dəhlizinə münasibətdə sərgilənən davranışlar da əslində bu ideoloji baxış bucağının bir hissəsi kimi ortaya çıxır. Bu baxımdan mən düşünmürəm ki, Birləşmiş Ştatlar İranda siyasi dəyişiklikdə maraqlı olub və bu gün də maraqlı deyil, gələcəkdə də maraqlı olacaq qənaətində deyil. Sevil xan, İranın ideologiyası
Amerika Birləşmiş Ştatlarının regional maraqlarına xidmət edir? Üst-üstə düşür burada maraqlar, yoxsa? Bilirsinizmi, əslində Birləşmiş Ştatlar üçün İran daxilində hansı ideoloji xətt var? Mən düşünmürəm ki, onu o qədər də belə maraqlandırır və yaxud da ki, narahat eləyir. Bu fərqli bir bölgədir. Yəni, heç vaxt siz Amerikada gördüyünüz həyat tərzini şərqdə görməyəcəksiniz. Onlar onu çox gözəl anlayırlar. Və şərq insanının düşüncə tərzi ilə qərb insanının düşüncə tərzi nə qədər də müasir olsa, nə qədər xaricdə təhsil alsa və s. onlar tamamilə fərqli qütblərdə dayanan insanlardır. Və bu dövlətçilikdə də özünü bu və ya digər şəkildə dəyərlər çox fərqlidir. Dəyərlər çox fərqlidir. Dəyərlər həqiqətən də, yəni belə deyək ki, 180 dərəcə belə bir-birlərinin ziddiyyətli bir mövqedə dayanıblar və onlar onu çox gözəl anlayırlar. Yəni hansısa bir şərq ölkəsini götürüb onu tam şəkildə, yəni söylədiyimiz coğrafiyadan danışıram. Yaxud belə deyək də, ABŞ-ın gücünü İran hal-hazırda maraqlandırır, yoxsa maraqlarına cavab verir, yoxsa mən bilirəm siz nəyə eyham vurursunuz. Yəni onun daxilindəki ideoloji xətti zəiflətmək. Bəli, istəyirlər, niyə istəmirlər ki, elə bütün fəaliyyətləri də ona yönəlib ki, İran daxilindəki o ideoloji monolit, Elçin müəllim qeyd etdiyi xarici təsirlərdən daha da birləşmiş və daha da möhkəmlənmiş, bərkimiş cəmiyyəti zəiflətsinlər. Və ara-sıra o çıxartdıqları problemlər, məsələn, qadın hüquqlarına, çünki matriarxal ölkədir, baxırlar, öyrənirlər, harada ona təsir göstərmək olar. Bəli, bu məsələlər ara-sıra çıxır. Yəni, burada da vahid mövqe yoxdur. Yəni, vahid mövqe nə üçün yoxdur? Çünki daxilə münasibətdə fərqli bir yanaşma var. Kimin vahid mövqeyini nəzərdə tutursunuz? Amerika Birləşmiş Ştatlarının və ya qərbin ümumiyyətlə götürək vahid bir yanaşması yoxdur. Yəni, daxili proseslərə münasibətdə təbii ki, fərqli bir yanaşmalar var və bu ideoloji silahın siyasi rejimin əlində cəmiyyəti ətrafında birləşdirmək üçün güclü bir faktor kimi olmasında maraqlı deyirlər. Yəni, bu hissə ilə mən tamamilə razıyam, hörmətli Sevil xanımın səsləndirdiyi fikirlərin, amma bunun İran sərhədlərindən kənarda təsir vasitəsində çevrilməsində və xüsusilə müsəlmanların yaşadığı bölgədə parçalayıcı faktor kimi istifadə olunmasında maraqlıdırlar. Yəni, burada fərqli yanaşmalar var və fərqli yanaşmalar da özünü fərqli qrupların vasitəsilə biruzə verməkdədir və nəticə etibarilə biz bunu proksilər vasitəsilə də həyata keçirdiyini şahid oluruq. Amma məsələ burasındadır ki, Elçin müəllim, onlar üçün çox vacibdir. Bunu mən bir mənalı şəkildə söyləmək istəyirəm ki, İranı kənarlaşdırmaq əslində Birləşmiş Ştatların və elə kollektiv qərbin özünün də siyasi dayaqlarını kifayət qədər zəiflədir. Ona görə də onlar əslində İranla, bəli, indi biz izləyəcəyik, baxacaq. Ola bilsin ki, o razılaşma heç Birləşmiş Ştatların arzuladığı və yaxud da ki, maraqlarının heç yarısını da ifadə edən bir razılaşma olmayacaq. Amma Birləşmiş Ştatlar, mən sizə əmin edirəm ki, buna getməyə hazırdır. Niyə? Çünki bölgədə nəticə etibarilə çox böyük bir güc formalaşıbdır. Çin, İran və Rusiya. Birləşmiş Ştatlar onun içərisinə girib onu zəiflətmək istəyir. Sadəcə olaraq bütün, belə deyək ki, bu baş vermiş proseslərin əslində mahiyyətində də global maraq var. Amma bu da çox mürəkkəbdir. Yəni biz müzakirə etdik. Aydındır, amma burada yanaşmalarda da bu günə qədər tamamilə fərqli olur. Mən hörmətli həmkarlarım icazə versələr, bu mövzu ilə bağlı Zala xanım, mən də bəzi fikirlərimi deyərdim. Məsələ burasındadır ki, bilirik də bu müəyyən dövr, bu geosiyasətdə əsas paradigma, ideologiya paradigması olub. SSR parçalığına qədər 1917-də. Maraqlıdır ki, SSR dağılandan sonra elə yeri gəlmişəm Francis Fukuyama götürüb orada bir nəsə yazmışdı öz fantaziyasına uyğun. Tarixin sonu, axırıncı insan zat. Amma sonra 5-6 il bundan qabaq özü də dedi ki, mən çox böyük səhv eləmişəm, mən belə düşünmürdüm. Necə düşünmürdüm? Ben nəyə görə onu yazmışdım? Halbuki mən o vaxt onu demişdim ki, bu götürüb bir cəvəngiyat yazıb. Qərbin pragmatik siyasəti, yəni hər şeydə mənfəət. Bax, burada həmkarlarım dediyində, bəli, onlar həm çox da bu ideoloji, belə deyək də, ehkamları müəyyən dövlətlərin tərkibində nəyə görə dəyişib olur? Siz onlara uyğun olan hakimiyyətlər gəlsin. Əsas odur ki, Elçin Mirzəbəyli orada hakimiyyətdədirsə, bizim mənfəətimizə mani olmasın qazandığımıza. Faktoloji deyək, Fransa şirkətləri Suriyada işidlə əməkdaşlıq eləyərək indi baxın, Elçin müəllim yaxşı, indi baxın, Liviyadan, baxın. İndi o gün Liviya ilə bağlı oxuyuram. Xəlifə Həftarla bağlı, indi onun oğlunu deyək sordu, hətta Qərb istəyir ki, bir legitim prezident kimi gətirsən. Baxın, İraq bölündü 3 yerə, faktiki olaraq bölündü. Liviya nə gündədir? Misiri nə günə qoyurdular, yaxşı hərbi elitə qayıtdı. Heç onların birini indi
o dövlətlərdə nə baş verir, insanlar hansı səfalətdə yaşayır, maraqlandırırmı? Onlardan ötürü əsas bir əmil budur ki, bizim qazanc götürməyimizə mane olmayın. Bizim İndi də İranı Liviyalaşdırmaq. Bəli, Ayşə, indi baxın. Mən gözüm, indi baxın. Bəli. Təsəvvür edin ki, həmin o Francis Fukuyama'nın yazdığında əsas ideya bilirsiniz qayə nə idi? Artıq SSR dağılmaqla dünyada sonuncu irrasional, yəni ki, ideoloji ehkamlara söykənən dövlət dağıldı. İndi hamı qaçacaq Əlahəzrət dollarında arxasınca. Amma həyat sübut elədi ki, Sevil xanım çox yaxşı dedi. Çin də var, ona da gələcəm. Amma gördünüz nəyə qeyd elədi? Dəyərlər söhbət var, ideologiya. Amma həyat sübut elədi ki, çünki məhz Hörmüz boğazından bayaq gəldik. Çinin güvəni... Çinə də gələcəm. Sevil xanım orada bir məsələ toxundu. Sadəcə, yəni onu çox dərinə getmədi vaxt baxımından. İndi baxın, məcbur sübut olundu ki, xeyr, dövlətlər var, xalqlar var, millətlər var ki, bunlar yəni öz dəyərlərini kiminsə dollarına və üzr istəyirəm o konfet kağızına dəyişmək fikrində deyil. Və İranın bugün ayaqda qalmasını o müharibədə, Elçin mənim də ideoloji ehkamlar var, yəni ideologiya var. İndi gəlin belə danışıq da, çoxmu dövlət, mən görməmişəm, bəlkə də Ermənistan ola bilər, razılaşar ki, deyirlər ki bu xalqa, biz sizə kimi istəyirik, onu gətirib hökmdar qoyacaq rəhbər. Bu təsəvvür edin, bu nə deməkdir? Təsəvvür edin, yazıca gəldə Trumpın bəyanatlarından biri, indi Kuba, indi Venezuela, hamısı. Biz kimi istəsək, gətirib ora, biz istədiyimiz adamı gətirib ora hakimiyyətə qoyacaq. Çünki nəyə görə? Bizim qazancımıza mane olmasın. O ki, qaldı Çin məsələsinə. Bayaq orada Sevil xanım da yaxşı toxundu o məqama. Baxın, görün nə baş verir. Əslində, Zbigniew Brzezinskinin Böyük Şahmat lövhəsi əsərində bir müddəa var. Amerika Birləşmiş Ştatları Avrasiya məkanında bir dövlətin və yaxud da ki, dövlətlər qrupunun möhkəmlənməsinə heç vaxt imkan verməməlidir. Çünki bu mütləq anti-Amerikan xarakterli olacaq. Bu, Böyük Şahmat lövhəsi əsərində bax, belə o ağ kağız üzərində qara hərflərlə yazılıb bunun hamısı. Və yeri gəlmişkən bütün proseslərə baxanda və yeri gəlmişkən orada bir xəbərdarlığı da var. Amerika Birləşmiş Ştatları heç vaxt eyni vaxtda İran və Çinlə müharibə aparmır. Ona görə də elə siz istinad etdiniz, Sahil müəllim, Brzezinskinin əsərinə orada qeyd olunub ki, nə dominant, nə outsider səviyyəsində saxlamaq dünyanı. Yəni o da yox, budur. Yəni bilirsiniz necədir? Bu yəni bax bu bilirik ki, o vaxtı belə deyək də sağlığında dünyanın bir nömrəli geostrateji idi bu adam. Bu elə belə yazılmıyor bunlar heç biri. Bütün Amerika Birləşmiş Ştatlarının istədikləri bütün siyasətin hamısı onların geosiyasi konsepsiyalarıdır. Huntington ilə sivilizasiyalar toqquşması da odur. Hamısı da sifariş əsasında yazılmış şeylərdir. Yəni əslində onlarla tanış olmaq artıq bir növ hamıya xəbərdarlıq olmalı ki, bax, Amerika Birləşmiş Ştatları hansı xarici siyasəti yürüdəcək. Yəni, bunlar özləri orada açıq yazıb, özdə gizlətmirlər də bunu. İndi ona görə, indi Sevil xanım bayaq toxundu, Çin əlbəttə, Çin faktoru onlar üçün çox böyüklər. Bu dəqiqə gözü açıq-açıq deyirlər ki, bizdən ötürü Rusiyanı belə deyər, rəqib saymırıq, bizdən əsas rəqib Çindir. Sayın müəllim, sizin fikrinizcə, Amerika Birləşmiş Ştatları mövcud memorandumla bölgədə, regiondakı maraqlarını uduzur, yoxsa yox? Mən əslində, mən deyəsiz, elə hər iki həmkarım elə lap ilk çıxışlarında dedilər, ilk söhbətlərində. Mən bilirsiniz necədir, bu niyyətlər protokoldur. Əslində heç mən də o qədər əmin deyiləm ki, bu 60 gündə həqiqətən də onlar bir ümumi ortaq məxrəcə. Amma indi hər halda toplaşıblar, İsveçrədə, ondan əvvəl Pakistanda danışıqlar gedib və bu mərhələyə çatıblar. Gəlin onda belə danışaq. Gəlin onda belə danışaq. ABŞ-nın regional maraqlarını necə qiymətləndiriyorlar? Gəlin belə danışaq. İndini yox da, qat-qat qabağa. Neçə il idi elə Trump hakimiyyətə gələndən sonra nə qədər, elə 12 günlük müharibə vaxt başladı. Nə qədər danışıqlar oldu, nə qədər İranın nüvə silahı ilə bağlı. Orta məxrəcə gəlildi. Bax, ona görə də mən əlbəttə ki, istəmirəm ki, bir o konspirolog kimi belə bədbin notla bitirim çıxışımı, amma inandırıram sizi, mən bu memorandum çərçivəsində, yəni bu 60 gün ərzində də aparılacaq danışıqlarda elə bir ciddi uğurun əldə olunacağına mən çox böyük şübhə ilə yanaşıram. Tək mən uduzum bu proqnozumda yanılım. Bəli. Gəlin elə İran prezidenti Məsud Pezeşkiyanın memorandumla bağlı fikirlərini ekranlara gətirək və
Məsud Pezeşkiyan qeyd edir ki, regionda davamlı sülh, sabitlik və inkişaf yalnız açıq dialoq, qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq yolu ilə təmin edilə bilər. İran yeni regional təhlükəsizlik çərçivəsi qurmaq üçün Pakistana dostluq əlini uzatmağa hazırdır. İran və Pakistan arasındakı münasibətlər praktikada möhkəmləndirilməlidir. Həmin sülh prosesinin dəstəklənməsində Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə və Misirin rolu yüksəkdir. İslam ölkələrinin birliyi ixtilaflara qarşı mübarizənin ən təsirli yoludur. Statın sonu Pezeşkiyanın fikirlərini izlədik. Sevil xanım, necə düşünürsünüz? Ümumiyyətlə Pakistanın burada mövqeyi və mövcud memorandum regional ölkələrin maraqlarına necə təsir göstərir? Bilirsinizmi, region həqiqətən də konfliktlərdən yorulub. O məsələ var və bu inkişafa mane olur. Məsələn, mən söyləməzdim ki, Pakistanın iqtisadi inkişafı yüksək səviyyədədir. Xeyr, çünki Pakistan özü də Hindistandan konfliktli bir şəraitdə yaşayır. Elə bu yaxınlarda Pakistan və Hindistan arasında hərbi toqquşmalar da oldu. Və az əvvəl Sahil müəllim qeyd elədi, orada terror qruplarının olmasını, yəni Pakistan daxilində gedən o ara sıra, yəni siyasi konfigurasiyaya uyğun olaraq belə deyək, çaxnaşmaların olması, bu da artıq bir reallıqdır. Amma hazırki anda Pezeşkiyanın söylədiyi bu tamamilə fərqli bir şeydir. O İslam birliyinə çağırır və fərqli bir blokun yaradılmasını arzuluyur və hətta orada hansı ölkələri görmək istəyirsə, onların adını da çəkir. Və bunun məhvərində artıq İranı və Pakistanı görür. Pakistan nüvə ölkəsidir. Pakistanın çox güclü tərəfdaşları var. Yəni bunu söyləmək lazımdır. Amma Pakistan Birləşmiş Krallıqların ən yaxın strateji müttəfiq olan Hindistanın düşmənidir. Yəni bu özü də bölgəni bu və ya digər şəkildə belə deyək ki, bölür, seqregasiyanı yaradır. Və bu görünür ki, hazırki anda yəni kiçik bir bloklaşma, yəni region üçün demək istəyirəm. Seçilmiş ölkələrin oraya daxil olması, yaxın coğrafiyanın oraya daxil olması və istənilən təhlükə anında birgə cavab. Yəni bunu formalaşdırmaq əlbəttə ki, çox vacibdir. Və Qatarla bağlı məsələyə toxunmaq istəyirəm ki, Qatar ən çox əziyyət çəkən Birləşmiş Ərəb Əmirlikləri də ən çox əziyyət çəkən dövlətlərdən oldular bu son ixtilafda, hərbi çəkişmələrdə. Ona görə də bu Qatara lazımdırmı? Lazım deyil. Bu Birləşmiş Ərəb Əmirliklərinə lazımdırmı? Lazım deyil. Çünki zamanında onları inandırmışdılar ki, çox güclü müdafiə sistemləri var, bazalar var idi. Birləşmiş Ştatların bazaları burada yerləşirdi və onlar əmin edirlər ki, istənilən təhlükə anında dərhal cavab veriləcəkdir. Amma qoruya bildimi, qoruya bilmədimi artıq bu göz önündədir və ona görə də Qatar məcburdur ki, kiçik ölkədir, yarım milyona yaxın əhalisi var. Birləşmiş Ərəb Əmirlikləri varlı ölkədir, amma o da çox böyük ölkə deyil, əhalisi çox böyük deyil. Onun da belə deyək, təhlükəsizlik ehtiyatlarına böyük ehtiyacı var və belə olan halda əgər siyasi cəhətdən bu ölkələr bir-biriləri ilə yaxınlaşa bilsələr və belə bir İslam blokunu formalaşdıra bilsələr, yəni burada artıq hərbi komponenti də olacaq, mən düşünürəm. Bu təkcə İslam əməkdaşlıq təşkilatı kimi deyil, bir hərbi belə deyək ki, təşkilat kimi də fəaliyyət göstərə bilər. Çünki burada artıq nüvə ölkəsi də var və nüvə ölkəsi elə Rusiyanın Xarici İşlər Naziri söyləmişdi ki, o çəkindirir gücləri həmin ölkələrdən. Məsələn, elə biz Şimali Koreyanın misalında da bunu görmüşük ki, baxmayaraq o da kiçik dövlətdir, amma çəkinirlər. Yəni ona çox üstlərinə gedə bilirlər, çünki nüvə silahı var. Ona görə də bu məsələdə düşünürəm ki, artıq yaxın şərqdə də Pezeşkiyanın çağırışı ondan ibarətdir ki, fərqli təhlükəsizlik arxitekturası qurulmalıdır. Təhlükəsizlik arxitekturasının qurulmasını Sevil xanım çox gözəl xatırlatdı və İslam ölkələrinin hərbi blokunun yaradılmasına. Buna hətta cənab prezident bir neçə dəfə platformalarda da çağırış edib bax bu istiqamətdə. Hərbi gücün artırılması, hərbi blokun yaradılması. Və biz danışıqlar prosesinin gedişatına nəzər salsaq Elçin müəllim, Pezeşkiyan dərhal Pakistana səfər etdi danışıqlardan sonra və Qalibaf da səhv etmirəmsə Qətara səfər etdi. Və bax bu kontekstdən biz analiz etmiş olsaq, güc birliyin yaradılması region ölkələri nə dərəcədə hazırdır? Əslində, müasir dünyada baş verən proseslər qlobal geosiyasi zəlzələdən sonraki avtoşoklara bənzəyir. Yəni, faktiki olaraq sütunlar, dalğalar hələ yerinə oturulmayıb və ayrı-ayrı
blokların və yaxud ittifaqların yaranması ilə bağlı təşəbbüslərin irəli sürülməsi bundan sonra da olacaq. Amma bugün Pezeşkiyan tərəfindən səsləndirilən bu ideya yeni olmasa da perspektivi olmayan bir ideyadır və nəticə etibarilə prosesin gedişatına mane olacaq faktorlar kifayət qədər çoxdur. Yəni Misir faktoru var, Türkiyə faktoru var, Türkiyənin NATOya üzvlük faktoru var və bu yaxınlarda Türkiyədə NATO'nun zirvə toplantısı keçiriləcəyi və təbii ki, bu qurum daxilində həm də Türkiyənin nüfuzunun daha da yüksəlməsi anlamına gəlir. Burada Səudiyyə Ərəbistanla bağlı olan ziddiyyətlər var, hansı ki, İslam dünyasını özünü lider kimi görür. İdeoloji faktorlar var. Bu baxımdan da bununla bağlı fikirlər səsləndirilə bilər, amma reallığa çevrilməsi qətiyyən inandırıcı deyil. Azərbaycana gəldikdə isə bizim ailəmiz türk dünyasıdır və bununla bağlı verilən bir mesaj var. Təbii ki, biz İslam həmrəyliyinə böyük önəm veririk, dəyər veririk. Bu ilk növbədə dəyərlər baxımından bizim üçün vacibdir, ortaq mədəniyyət baxımından vacibdir. Bizi birləşdirən faktorlar kifayət qədərdir, amma bizim üçün önəmli olan, illərdən bəri, zamandan bəri sınaqdan keçmiş, ortaq dil, mədəniyyət faktoruna söykənən və etimadlı bir xalqlar arasındakı mühitin olduğu bir blokun və gücün formalaşmasıdır ki, bu prosesin də uğurla irəliyə doğru aparıldığının şahidi olur. Bəli, təşəkkürümü bildirəm dəyərli qonaqlar, maraqlı, dərin fikirləriniz üçün və yeri gəlmişkən artıq Elçin müəllimin təkliflərindən də irəli gələrək qeyd etmək olar ki, və bu ümumiyyətlə bax bugün elə Bakıda İslam Əməkdaşlıq Təşkilatının növbəti konfransı keçirilir və artıq cənab prezident İlham Əliyev mövcud çağırışlara uyğun olaraq öz bəyanatlarını da məktub formasında bu konfransda səsləndirib və əlbəttə ki, bütün bu proseslər onu deməyə əsas verir ki, Azərbaycanın da istəkləri regionda sabitliyin tam təmin olunmasıdır. Belə hörmətli tamaşaçılar, biz Hədəfin bugünkü proqramında Amerika Birləşmiş Ştatları ilə İran arasında mövcud memorandum və İsveçrə görüşündən sonra yaranmış son vəziyyəti müzakirə etdik. Bizə baxdığınız üçün sizlərə də təşəkkürümüz var. Salamat qalın.